Düşen pullar efirdedir. Ve karşınızda ben Şehriye Rabilov. Bəli, düz tapdınız. Qarşınızda mən varamsa, deməli, düşən pullar başlayıb. Düşən pullar başlayıbsa, deməli, pul uğrunda mübarizə gedəcək. 100.000 manatı qazanmaq üçün burada həyəcan çoxalacaq, insanlar hətta qorxuya düşəcək. Biraz da fikir ayrılıqları, bunlar hamısı düşən pullarda baş verir. Yalnız 8 mərhələdən keçib, 8 suala cavab verən insanlar bu pulları qazana biləcəklər. Necə ki, bax, indi bizim qonaqlarımız bu arzuyla studiyamıza qonaq gəlirlər. Qədir bəy, Elxan bəy. Xoş gördük. Xoş gördük. Xoş gördük. Biraz yaxın gəlin. Necəsiz, Elxan müəllim, Qədir bəy? Təşəkkürlər, çox yaxşıyıq, heyecanlıyıq. Nə hisslər var burada? Kənardan baxmaq necədir? Bax, indi hal-hazırda düz mərkəzdəsiz və bütün Azərbaycan, nəinki Azərbaycan, bütün dünyada bu dəqiqə sizə baxılır. Bilirsiniz ki, Azərbaycan televiziyası dünyanın hər yerində problemsiz göstərir. Bəli, bəli. Burada iştirak eləmək necə bir histir? Əslində iştirak eləmək çox gözəl hisslərdən biridir. Çoxdan arzusundaydıq. İnanırdınız ki, bu gün burada iştirak eləyəcəksiniz? İnam olmasaydı zaten burada olmazdıq. Əsas məsələlərdən biri odur. İnam var ki, gəlmişik. İnşallah 100.000 manat uğrunda da sona qədər mübarizə aparacaq. Düzdür, qıraqdan baxanda rahat görünür. Mübarizənin içərisində olanda onu artıq önümüzdəki zaman göstərəcək. Televiziyada bu qədər pullara yaxın olmuruq, ona görə həyəcan olmur. Burada isə yuxarı həyəcan var və bu həyəcanın bizə kömək olacağını düşünürəm. Tərəf müqabilimlə pullardan böyük hissəsini götürəcəyimizi düşünürəm. Böyük hissəsini deyəndə ki, 100.000 manatı götürəmirsiniz ki, böyük hissəsini. Hamısını da götürə bilərik. Bəli, hamısını götürün. Ən azından hamısını götürməyə inanın ki, heç olmasa bir hissəsini götürüb aparasınız. İnanırıq ki, siz bugün yaxşı bir oyun göstərəcəksiniz. İnşallah. İnanırıq ki, oyununuz çox maraqlı olacaq. Bunun üçün yəni, bacardığınızı etməlisiniz. Yəqin ki, hazırlaşıb gəlmişsiniz. Kim təklif edib ki, düşən pullara gedir? Elxan bəy təklif edib mənə. Hiss olunur, təklif eləyən insana oxşayır. Mənim ümumiyyətlə uşaq vaxtından intellektual oyunlara... Təkliflə aranızı yaxşıdır? Yox, intellektual oyunlara marağım çox böyüdür və demək olar ki, intellektual oyunların bir neçəsində də iştirak eləmişəm. Ona görə yəni, qalan oyunlardan biri də düşən pullardır. İstədim bunda da özümüzü sınayaq. Bəli, mən sizin nəzərinizə çatdırım ki, siz Azərbaycanın ən böyük intellektual şousunda düşən pullarda iştirak edirsiniz. Buna görə sizi təbrik edirəm. Təşəkkür ederim. Əgər hazırsınızsa oyunumuzun qaydaları haqqında sizə bir məlumat verim. Buyurun, buyurun. Bildiyiniz kimi oyunumuz 8 mərhələdən ibarətdir. Mövzular təklif olunur, sonra cavablar təqdim olunur, sonra sual səslənir. Birinci 4 mərhələ 4 cavab versiyasından ibarət. İkinci 3 mərhələ 3 cavab versiyasından ibarət olacaq. Sonda isə 8-ci mərhələ cəmsi 2 cavab versiyasından ibarət olacaq. Hər mərhələdə sözsüz ki, bir cavab doğrudur. Sizə 60 saniyə vaxt veriləcək. 60 saniyə ərzində bu sevdiyiniz 100.000 manat, istədiyiniz, arzuladığınız 100.000 manatı qoyacaqsınız doğru bildiyiniz cavab lükuna. Bu monitorun altında gördüyünüz lüklardır. Onlar həm tərəzidir, həm də həssasdır. Doğru cavab olmadı, xoşlarına gəlmir və tam pulları üzərinə çəkirlər. Ona görə də doğru cavabı tapın ki, o üzərində saxlasın. İnşallah. Şübhə olarsa ki, doğru cavab vermirik. Pulları məsləhət görürüm ki, 100.000-i tam bir cavab lükuna yox, bir neçə cavab lükuna qoyasınız. Onsuz da hər mərhələdə bir cavab lükü boş qalacaq. Ən inanmadığınız, ümidiniz olmayan cavaba pul qoymursunuz, biri qalır. Qalan üçündən istifadə edirsiniz ki, ən azından şansınız olsun ki, növbəti mərhələyə keçir. Hər şey bilmək olmur axı. Dəqiq bildiyiniz halda pulları qoyursunuz, vaxt tamam olur, gerisi pulların qarşısında dayanırsınız. Doğru cavab vermirsinizsə, pullar, düşən pullar sayılır və siz oyunu tərk edirsiniz. Yox, doğru cavab vermişsinizsə, pullar qalır və siz o pullarla növbəti mərhələyə keçirsiniz. Bir neçə cavab lükü üzərinə qoymusunuzsa, cavabı bilmirsinizsə, şansınız gətirir, növbəti mərhələyə keçirsiniz.
Nəzərinizə çatdırım ki, 60 saniyə bitəndən sonra pullar əlinizdə qalarsa, yerə düşərsə, vaxt tamam olandan sonra ora qoyarsınızsa, o pullar etibarsız sayılır, onda istifadə olunmur və cavab lükularına aşağı atılır. O da düşən pullardan sayılır. Bu vəziyyətdə bu dediyim qaydalara diqqət yetirin ki, sonda da pullarınızı götürüb gedəsiniz. Qalib kimi. Sizə uğurlar arzulayırıq. Təşəkkür edirəm. Minnətdarım. Əgər hazırıqsa başlayaq. Başlayaq, hazırıq. Biz hazır, başladıq. Diqqət, birinci mərhələnin mövzuları. Rəqəmlər tapmaca. Elxan müəllim, nə düşünürsünüz? Hansında sizcə daha? Rəqəmlər əslində biraz mənə görə mücərrəd mövzudur. Hər bir şey gözləmək olar o sualdan. Tapmacalar ədəbiyyatın, şifahi xalq ədəbiyyatının bir bölməsidir. Fikrimcə tapmacalardan... Bizə yad olan tapmaca da ola bilər. Yəni fikirləşirsiniz ki, rəqəm çoxdur, tapmaca ən azından ondan az olar. Ola Nisbi bilər. şəkildə. Amma rəqəmlər hər ikimiz mühəndislik bitirmişik. Rəqəmlər də bizə yaxın olardı. Baxın, qərar verin, qısa konkret deyin, mən də təsdiqləyim. Tapmaca istəyirsə. Tapmacalar olsun. Tapmacalar. Təsdiqləndi, tapmacalar. Diqqət, cavablar. A variantı pomidor. B variantı yer kökü. C variantı kələm və nəhayət D variantı soğan. Diqqət. Sual. Babam oturub alçuxada, kim soyundursa gözü çıxar. Bu tapmacanın açması nədir? Birinci dəfə eşidirəm bu tapmacanı, amma məntiq yürütmək olar. Bəli. Bax getdi. Eyni düşünürük, soğan. Bəli, bəli. Fikirləşmədən. Gözü yəqin ki, soğan. Babam oturub alçuxada, kim soyundursa gözü çıxar. Başqa nəsə ola bilər? Kələm ola bilər soymaq, Yox, amma yox, bu gözə yox. təsir Yox. yox. Yer kökü, pomidor. Pulu mərkəzə yığın, çox xahişim. Lükün mərkəzinə. Kənarlara toxunmasın. Ötürün. Yəni bu qədər əminsiniz ki, bütün pulları bir yerə yığırsınız. Bəli. Risk etməyə xoşuyuram. Hətta. Vaxtınız gedir. Hələ ki 15 saniyəniz var. Fikirləşək. Göz Pomidor çıxarmaq, göz- adətən gözü yandırmaq mənasından gəlir. Pomidor, yer kökü yer kökü gözə onlar göz yandırmır. Yandırmır amma göz Kələm ola bilərmi? yox, soğan. Amma soğandır. Biz birinci mərhələdəyik. Siz soğan cavabını seçdiniz. Fikirləşirsiniz ki, soyundursa soğan gözünü çıxara bilər. Bəli. Bəli. Sizə 30 saniyə təklif eləyə bilərəm. Birinci mərhələdən 6-cı mərhələyəcən bir dəfə şans veriləcək ki, səhv bir cavab üzərinə qoysaz, fikrinizi dəyişmək üçün pulları başqa bir cavab lükuna yerləşdirəsiniz. Buna görə sizə 30 saniyəlik vaxt verə bilərəm. İstifadə eləmək istəyirsiniz, yoxsa növbəti mərhələlərə Məncə saxlayırsınız? ehtiyac yoxdur. Növbəti Bu mərhələdə mərhələ ehtiyac yoxdur. Çünki Nə tər məsləhət? pomidor yer kökü ağ çuxalı deyil. Bəli. Kələm ağ çuxalı olsa belə göz çıxarma, yandırma anlamında kələm deyil. Yəqin ki, soğanla cavab bu mərhələ üçün ehtiyac deyil. İmtina olundu. Yaxınlaşın pullarınıza. Elxan bəy, nə düşünürsün? Həyəcanın maksimal həddi artıq başlayır. Bu qədər pul Birinci dəfə sual. yaxın oluram. Birinci sual. Pomidor, yer kökü, kələm. Artıq qərar vermişik. Ha, vermişik artıq düşünmürəm. Söz yox, amma pomidor yer kökü dəqiq deyil. Kələm yenə də bayaq dediyim mülahizədən gəlsək, Aha. göz çıxarma məsələsi kələmdə Soymaq mümkün olur, deyil. amma göz çıxartma. Soğan. Bizdə Digərlərini soğan da soymaq qırmızı növü falan var, amma yenə də yəni əsas etibarla istifadə Qırmızı da olunan məncə gözəl. soğan, bəli. Ağ soğandır. O da ümid edirəm ki, doğru cavabı vermiş. Bilmək olmaz.
bilmək olmaz. Ya bu olacaq. İnşallah. Hələ var. Kələm hələ də soyma. Kələm ya soğan? Görək. İnşallah ki, kələm deyil. İnşallah başqa məntiq yürütməmişdir bu tapmacanı ilk dəfə deyən. Yaxın müəllim. Nə düşünürsün? Soğandır. Soğandır. Başqa ola bilməz kələm. Yəni, kələm ağlıma gəlmir, yəni. Ola bilməz. Başqa bir tapmacada hardasa kələmin olması ola bilər, amma söhbət bu tapmacadan gedirsə, inanmıram. Göstərməz. Kələm göstər. Bal çıxada kim soyundursa gözü çıxar. Soğan. İlk sualdan bu həyəcanla başlamışıqsa Görün sonra. son Sürprizlər çox olacaq, indidən deyirəm. Ümidvaram həyəcan azalar, arta getməz. Söz vermirəm. Ha, Başqa nə olacaq ağa soğandan başqa? əslində heç mi? ola bilər. Heç bir şey. Başqa məntiq yürüdə bilər bəlkə tapmacanı qoyan. Siz pulları sevmirsiniz? Çox Yığın da bura, pullar sizindir. Dəyərli dostlar, xanımlar, cənablar, geri biz qaytaraq. ikinci mərhələyə keçirik. Üstə yığaq. Tələsməklə aranız yoxdur deyəsən. Çox. Bilirəm, o qədər pulla, ehtiyatla, həvəslə, sevgi ilə, Bəli. arzularla, toxunum onları sırayla piramida yığmaq başqa bir istir. Bəli. Mən onu çox gözəl başa düşürəm. Biz ikinci mərhələdə, ikinci mərhələ 4 cavab versiyasından ibarətdir. Bildiyiniz kimi, diqqət ikinci mərhələnin mövzuları. Pul və idman. İdman. Birinci Sizə- şirinlikdirir, ikinci də motivasiya verir. Bəli. Ha, İdman, pul çəkir məni. idman əslində mənə yaxın mövzudur, amma növ baxımından getsək çox da geniş mövzudur. Bilmək olmaz ki, Formula 1 hansı- yarışları haqqında düşsə, ola bilər. pul xarici ölkə valyutasının üzərində olan şəkil düşsə, Hər şey ola bilər. Və idman Nəyi seçək? seçək istəyirsinizsə. dəqiq idman. İdman. Təsdiqləndi idman. Diqqət cavablar. A. Futbol. B variantı. Basketbol. C variantı. Karate və nəhayət D variantı. Hokkey. Diqqət. Sual. 1893-cü ildən başlayaraq Stanley Kuboku hansı idman növünün qaliblərinə verilir? Stanley Kuboku hansı idman növünün qaliblərinə verilir? Stanley Vaxt getdi. Futbolu ixtisar edirik. Dəqiq futbol bilmirsinizsə bir neçə cavab blokundan istifadə edin. Futbol Karatenin dəqiq Simişlik deyil. etməyin. Karateni ixtisar Pullarınızı edək. xərcləməyi indidən bacarın. Stanley Kuboku. Mən xokeyi bilmirəm deyə baxmalıyam ora məcbur. Basketbol üzrə Stanley Kuboku. Yox. Baxmayın. Hokkey üzrə Stanley Kuboku. Basketbol üzrə Stanley Kuboku. Məncə basketboldur cavab. Tamam, sadəcə Mən, bilmədiyim şeyi atmalıyam məcbur. Məncə Çox da risk etməyin. Stanley Kuboku. Futbol və karate. Karate üzrə Stanley Kuboku. Karate Çünki eşitməmişəm. mən də eşitməmişəm. Karatedə Stanley Kuboku.
Stanley basketbol 1893-cü ildən 1893-cü il yox, karate məncə deyil. Hətta xokkeyə Karate qoyduğumuzu bəlkə də götürüb hansı idman növünün qaliblərinə verilir? 17.000 qaldı yer deyəsən orada. Əgər istəyirsinizsə dəyişdirin. Eşitmişsinizsə. xokkey üzrə Stanley kuboku o ifadə Deyirsiniz idmana yaxınsınız. 1893-cü il bir mənalı şəkildə futboldan uzaqlaşdırır bizi. Futbol deyil. Futbol neçənci ildə yaranır ki? Karate yaranmasına görə yox da 1893-cü ildən etibarən qaliblərə Stanley kubokunun verilməyi futbol məncə deyil. Futbola Qaliblərinə. qaliblərinə. Bu komanda oyunudur, bəli, amma futbolda deyil. Karateni də çıxırıq buradan. Xokkey və basketbol. Mən sizə 30 saniyə vaxt verirəm. 30 saniyədən istifadə Nəsə edirsiniz. dəyişdirəcəksə mənası var, götürək, yoxsa mənası yoxdur? Belə də Xokkey var. üzrə Stanley kuboku. Vaxt götürsə xokkeyə biraz əlavə eləyərik. Qısa konkret dostlar, vaxtımız az. Necə istəyirsiniz? Növbəti mərhələlərdə Məncə- istifadə edə bilərsiniz istəsəz, Növbəti amma mərhələyə saxlayaq. imtina olundu, yaxınlaşın pullarınıza. Əslində sual həm hasant, həm də çətindir. Aha. Bilən üçün məntiqi cavabı da oradan tapa bilərsiniz. Tarixləri uyğunlaşdırıb doğru cavabı görə bilərsiniz. Amma Basketbol yenə də yaranmaz. sizi çaşdıra bilər. Karate, futbol bunlar dəqiq deyil. Karate futbolu əminəm ki, dəqiq deyil. Basketbol üzrə Stanley kuboku. Xokkey mənə yaxın və bilmədiyim olduğu üçün yığdım ki, Xokkey də ola bilər. ehtimal qalsın. Xokkey 12.500 də var. ola bilər. Yaxınlaşaq bunlara biz. Artıq qərar vermişik. Hansı itirəcək? Basketbol üzrə Stanley kuboku. Yəqin ki, yenə də ilk açılan lüklar futbol, karate olacaq. Stanley Kubok. Kubok. Sonra Kubok komandalara verilir. Karate deyil. Futbolda eşitməmişik. Xokkey komandasına kubok. xokkey də ola bilər. Hər ikisi ola bilər. Xokkey də ola bilər. Basketbol da ola bilər. Sadəcə belə. Yəni 30 saniyədə sadəcə pulu biraz bura artırmağı dəyişdirə bilərdi. O da Artıq keçdi. Xokkey. Xokkey idman növü ilə ümumiyyətlə Erxan müəllim, buradasınız. Bəli. fikirləşirik. Sadəcə Xatirəmizi yadımıza salmaq istəyirik. Nə ola bilər? Harda Sualın eşitmişik? həyəcanı. Dəqiq eşitmişik Stanley Kubokunu. Stanley kubokunu eşitmişik. Amma basketbolla mı assosiasiya olunur sizin qulağınıza yoxsa xokkey? Həmən o assosiasiya olunmanı özümdə müəyyənləşdirə bilmədim. Basketbol üzrə Stanley Kubokunun qalibləri, xokkey üzrə Stanley Kubokunun qalibləri. Basketbol İldən, tamam. 1893. O il nə dəyişiklik olmuş? Stanley yəqin ki, bu idman növlərinin Basketbol hansısa birində Birdən yeni olar. bu gözlədiyim cavabı idi əslində. Sözsüz ki, bu karate deyil. Biz basketbol və hokkey üzərində pullar qoymuşuq. 87.500 manat basketbol, hokkey isə 12.500 manat pul öz üzərində daşıyır. Görək hansı doğru cavab olacaq. Necə çoxlu pul olan yerdə deyənmirsiniz? Biraz Fikirləşirik ki, daha yaxın getsək, daha tez gedə bilər. puldan qorxsuz pul qaçacaq. Ona görə də məsləhət görən ki, pulun yanında olun. Xokkey üzrə şübhələnirəm. Nəyə görə il məsələsi məni şübhələndirir. Basketbolun beynəlxalq yarışların keçirilmə tarixi ola bilərmi o tarix basketbol üzrə? Yəni, kubok verilmə tarixi ola bilərmi? Basketbol yeni idman növü.
Bu dəfə də futbol açılacaq. Həyəcan yenə Amerika popülyar oyunu olduğuna görə yeni idman növü ola bilər basketbol. Əslində basketbol O ilə uyğun gəlməyə bilər. hokkeydən mənə daha yaxın gəlir. Mən hokkeydən şübhələnirəm, çox şübhələnirəm hokkeydən. Ümidim basketbolun çıxmasıdır. Hokkeydən çox şübhələnirəm. Artıq lüklər açılanda biləcəyəm. Biləcəyəm. Of. Televiziya qarşısında izləmək həyəcanı tam başqadır. Bəli. İştirakçı həyəcanı deyərdim ki, onun 10 qatıdır. Hətta YouTube-da lap asandır. İrəli çəkirik, gözləsək. 87.500. Basketbol sizin əlinizdən 87.500 manat pul aldı. Bahalı idman növüdür. Mən yalnız onu deyə bilərəm ki, sizin hələ ki 12.500 manat pulunuz var. Hokkey, futbol arasında qalmışıqsa, indi hansınsa seçmişiksə artıq onun tərəfində olmalıyıq. Biz isə dostlarla bir yerdə sizə uğurlar arzulayabilirik. Eyb yox, 30 saniyə. Stanley Kubok. Burada da cavab futbol olsa buradan başqa hava yaradacaq. Bəlkə də Ürəyim ağrıdı. Amerika qitəsində ola bilər. Həmin kubok. Bundan sonra basketbola agresiyanız olacaq. 100%. Əslində 87.500. idman növlərinin arasında o qədər də maraqla izləmədiyim bəlkə də yeganə idman növlərindən biri idi. Basketbol. Sadəcə Siz olimpiya mənim oyunu. xətrimə deyirsiniz. Mən aşağıda basketbolist olmuşam. Özdə ən sevdiyim oyuncu isə Rodman idi. Sadəcə olimpiya oyunlarında baxıram basketbola. Mən isə NBA-də. NBA əslində maraqlıdır, amma baxmamışam. Oranın öz havası var. Düz uzun müddətdir baxmıram, amma vaxtında çox yaxşı oynayırdım. Qayda Boyum qanunları standartlardan biraz aşağı olsa da 1.80 olsa da orada 2 metreye yaxın basketbolçuya daha uğurlu, amma tam şəkildə tullanıb, yəni zəmbildən tuta bilirdim. Cavanlıq. Hokkey. Və nəhayət Stanley Kubokunun ilk qalibi Montreal Hockey Klubu olub bildiyimizə görə 3-cü mərhələyə keçirik. Sizə uğurlar arzulayıram. Təşəkkür edirik. Diqqət, həyəcanınızı artırmaq üçün səbirsizlənirəm. Mövzular. Rəsm, nəqliyyat. Rəsm. Rəsmdən uzaq Mənə də nəqliyyatı istəyərəm seçək. Təsdiqləndi nəqliyyat. Diqqət, cavablar. A variantı. Maral qoşqusu. B variantı. At qoşqusu. C variantı. İt qoşqusu. Və nəhayət D variantı. Keçi qoşqusu. Sizə nəsə deyir bu? Sual fikirləşirəm. Maral qoşqusu. Sual verməmişəm ki, sual fikirləşəsiniz. Sualın Cavablardan nə sual Nə ola biləcəyini. Maral qoşqusu yəqin ki, o Laplandiya tərəflərdə şaxta babanın istifadə etdiyi. Diqqət, sual. Qrenlandiyada əsas nəqliyyat vasitəsi nədir? Vaxt getdi.
Biraz sizi çaşdırabilir. Bəli, burada Amma yenə it pulunuz var da versiyası bölüşdürə da bilərsiniz. İt qoşqusunu seçmək istəyirəm. İndi Qoşqusu qalsaydı da ola 87.500 manat, orada rahat artıq, bölüşdürəcəydiniz. bəli, bölüşdürməni rahat aparmaq olar. İrlandiyada atların şimal gözməsi, maralları əsasən yaşayır. Hə, İtlərin orada yaşaması qalan 2500 hansı istəsəz at qoşqusu, keçi qoşqusu. at qoşqusu, keçi qoşqusu. Bunlar şimala düşünmürəm. xarakterik Atın heyvanlar o, deyil. Keçi də düşünmürəm o temperatura. Maral qoşqusu. Qrenlandiya hansı hissəsində bəs? Yaşayış olan, sivilizasiya olan hissəsində. At qoşqusu birdən olar. Qrenlandiyada əsas nəqliyyat vasitəsi nədir? Qrenlandiya marallardır əsas etibarilə. Bəlkə it qoşqusundan birini əlavə eləyək o tərəfə. Elə. Ölməyə şansınız olsun məncə. Tamam. Siz cavabına maral qoşqusu, cavabına 7500 manat pul qoymusunuz. At qoşqusunu heç fikirləşməmisiniz. İt qoşqusunu da hardasa fikirləşmişsiniz ki, ola bilər. 5000 manat. Amma keçinin heç isə düşünmürsünüz. Xeyr. Marallar. Sizə 30 saniyə vaxt verə bilərəm fikrinizi dəyişmək üçün bir şansdır bu. Keçilərin Biz üçüncü əhləşdirilə mərhələdəyik. biləcəyini düşünmürəm. O xizəyi çəkə biləcək. Ən əhləşdirməsi. 30 saniyədən imtina edirsiniz, yoxsa eləyək ya da növbəti mərhələyə də saxlaya bilərsiniz. Cəmi sizdə hələ 3 mərhələ var qarşıda, orada istifadə edə bilərsiniz. Yenə qalsın. Qalsın. Bu dəfə də risk eləyək. Yaxınlaşın. Bu dəfə də Yaxınlaşın risk pullarınıza. 30 saniyədən imtina olundu. Tamaşaçılar, çox olan miqdara yaxınlaşaq yəqin. Elxan müəllimgil hələ basketbol havasındadılar. Mən hələ basketbolun abi havasından çıxa Kimdə olmaz ki, 87.500 manat pul Birdən getdi birə. bir basketbola. Bir basketbola Görə. qurban verdik. Bundan sonra bir də o topu əlinizə almayın. Heç vaxt oynamamışım. Doğrudan. Dedinizsə idmana yaxınam. Hansı idman növü ilə məşğulsunuz? Məşğul olmamışam. Sadəcə televiziyadan izləm. Əsasən futboldur. Futbola mütəmadi olaraq demək olar ki, Heç. baxıram. Digər idman növlərindən də hamısına həm fərdi idman növləri, həm komanda idman növləri, amma tək basketbol xaric. Başa düşürəm ki, maral qoşqusuyla Şaxta babanın çox getdiyini görmüsünüz. Bəli. İt qoşqusuyla Filmlər, tam məşhur filmlər də var it. Altaydan Türkçələrin Bəli. gəzdiyini və yaxud İnşallah belə cizgi filmləri, bədii filmləri çox görmüşük belə it personajları haqqında. Ona görə də bunlar daha çox sizi ora aparır. Amma doğru hansıdır? 5000 mi sizə qalacaq, 7500 mi qalacaq onu bilmirəm. Yoxsa heç birim. Çox qalsın. Keçilər və atlar Atların soyuğa. tüsünüb ola bilərmi soyuğa dözə bilər? İnanmıram. İnanmıram. Amma yəqin ki görmüsünüz də qalın ayaq. Bəli, bəli. Bəli, bu Keçilər. keçi qoşqusudur. Amma bəzi filmlərdə çox görmüşük qalın ayaqlı. Ayaqları qalın. Ayaqları çox böyük olurlar. Üşüməmək üçün, sürüşməmək üçün. Onlar yük atlar Daşıma olurlar. qabiliyyətləri yuxarı olan atlar. O da ola bilər. O biraz məni şübhələndirir. At qoşqusu. İndi pul olan düşəcək yəqin ki sizə hansı? Bəlkə də ikisi bir yerdə açılacaq. Bəlkə də iki pul ikisi də bir yerdə düşəcək. Və cavab at qoşqusu olacaq. Of. Maral qoşqusu. Həyəcandan geri it qalmır. qoşqusu. Aydın. Həyəcan ikinci sualda öz işini gördü əslində. Bundan sonrası artıq həyəcana bağlamaq. Həyəcan bizim həyatımızda bir travma yarattı. Əslində basketbol yarattı travmasını həyatımızda. Həyəcan ikinci sualda öz işini gördü. Maral qoşqusu, it qoşqusu. Maraldır məncə cavab. Maral. Belə fikirləşirəm. Əfsuslar olsun. Mən Maralda. fikirləşirdim ki, marallar sözə qulaq asacaqlar. 7500 manat itirdiniz. Amma yenə də sizin 5000 manatınız
it qoşqusu cavabında qalıb. Marallar da bakalım. Biz sizi dəstəkləyirik. Biz At istəyirik ki, qoşqusu. siz bu mərhələni keçəsiniz nəhayət. İnşallah. İnşallah. Marallar da bahalı nəqliyyat növüymüş. İnşallah itlər dost olur. Ən dəqiq şübhəsi sizin üçün olan bir variant gördünüz necə yox oldu, puç oldu. Grenlandiya və at. Grenlandiya. Grenlandiya ilə at. Atlar aparırlar ora. Bayaq Yox. maralda fikirləşirdim ki, maralın olma ehtimalı daha böyükdür. Artıq Aha. bu iki cavab qalandan sonra at versiyasının olmağından da şübhələnirəm. İt. Sonradan köçüblər ora yaşamağa və itlər özləri aparmış ola bilərlər. At qoşqusu, it qoşqusu. Bəli, it qoşqusu nəzərinizə çatdırım ki, Grenlandiyada avtomobil yolunun uzunluğu cəmsi 150 kilometrdir və dəmir yolu heç yoxdur. Grenlandiyada onun üçün də itlərdən daha çox istifadə edir. Siz nağıllara baxıb maralları, uçan maralları çox görmüsünüz. Amma sizi təbrik edirəm. Uçan marallar da olmasa itlər bizim dostumuz. Onlar sizə kömək etdilər. Görürsünüz? Biz Sağ olsunlar. 4-cü mərhələyə keçirik. Gəlin biz 4-cü mərhələnin mövzularına keçək. O kimdir? Bir də dövlətlər. 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 Bəli. Təsdiqləndi. Diqqət, cavablar. A variantı. Malawi. Artıq yad gəldi, qaşlardan bildim. B variantı. Əlcəzair. C variantı. Kongo. Və nəhayət D variantı Efiopiya. Diqqət, sual. Afrika dövlətləri də. Afrikada ərazicə ən böyük dövlət hansıdır? Vaxt getdi. Yaxşı yerdə axşamladıq, hə? Bəli. Malawi istəmirəm, Əlcəzair. Mən Malavini bilirəm. fikirləşmirəm. Amma deməyəcəm. Kongo, Efiopiya. Kongo, Efiopiya. Əlcəzair də əslində balaca dövlət deyil. Aa. 6-cı hissinizdən Elxan müəllim istifadə edin. Əlcəzair balaca dövlət deyil. Malawi, Kongo. Sistir qoyaq. Efiopiya, Kongo. Kongo ən böyük dövlət. Kongo, Efiopiya. 27 saniyə. Kongo, Efiopiya, Malawi. Malawi dəqiq deyil məncə. Efiopiya. Kongo, Efiopiya. 17. Ah. Hansını istəyirəm? Heç bir fikrim yox. Kofelerini sevirəm. Efiopiya. – 30 saniyə təklif edə bilərəm. Və yaxud da Nəyisə dəyişə biləcəyim. növbəti mərhələdə 2 mərhələ var qarşıda, ora saxlaya Növbəti bilərsiniz. mərhələ. Növbəti mərhələ. Ümidlisiniz ki, növbəti mərhələ olacaq, hə? Hissiyat var da, nəsə var ki, bu söz deyirsiz də, yəqin. 66% ümidimiz var. İmtina edildi. Yaxınlaşın pullarınızı. Mən çox istəyirəm ki, qalib gələsiniz. İnşallah. Malawi olmayacağını Qismətimizdə düşünürəm. varsa 66% olacaq. onlardan biri olacaq. Kongo ola bilər? Ola bilər. Niyə olmasın? Ola bilər. Malawi. Efiopiya, Kongo, Əlcəzair. Kongo, Efiopiya.
Ərazicə ən böyük dövlət. Malawi, Əlcəzair, Kongo, Efiopiya. Kongo ola bilər ha. Bax, bir dənə Kongo. Əlcəzair də ola bilər. Malawi Amma düşünmürəm. Niyə düşünürsünüz ki, Kongo ola bilər? Pis variant gəlir ağlıma. Pis variant gəlir. Yəni heç bir pulu götürməmək. Yes. Efiopiya, Əlcəzair, Malawi. Demək olmaz. Ümidlər axırda ölür. Bəli. Ərazisinə görə. Əlcəzair. Əlcəzair ola bilər. Açığı 4 versiya arasında mənim Əlcəzairi ən yəni kökləndiyim yeganə variant Əlcəzairdir. Efiopiya. Bəli, bu Malawi deyil. Malawi Bu deyil. ya Əlcəzairdir, Ya Kongo. ola bilər. Ya Kongodur, ya Efiopiya. Siz Efiopiya cavabı və Əlcəzair cavabının arasında qalmışsınız. Bəli. Niyə Əlcəzairə qoydunuz Elxan müəllim? Əlcəzair fikirləşirəm ki, ərazi baxımından bu 4 Malawi ilk versiyada, yəni ağlıma gəlirdi ki, o deyil. Yerdə qalan bu 3 dövlətin arasında Əlcəzairin ərazicə daha böyük olduğunu fikirləşirəm. Kongo və Efiopiyada ola bilər. Bura yanlış olacaq. Kongo. Efir qarşısında bu tipli sualları çox rahat. Mənim bir hala dediniz ki, Efiopiyanın kofelerini sevirsiniz. Bəli. Qorxmursunuz ki, baha başı gələ. Artıq gəldi. Gəldi. 2500 manatınız da yetdi. Bəli. Bu günləri siz 2500 manatlıq kofe sifariş elədiniz. Basketboldakı birisindən neçə Basketbol. oynamışsınız. Bu günlər siz çox bahalı insanlarsınız. Bəli. Və sonda Kongoya Əlcəzair. Sizcə nədir? Kongo. Kongo olacağını. Böyle böyük səslənir. Kongo. Sırf Afrika adıdır. Əlcəzair biraz şərq adıdır elə bil, hə? Elə bir ərəb ölkələrinin adıdır. Səslənmədə böyük səslənsə də İnşallah ki, Kongo deyil. İnşallah olmaz. Əlcəzairə Əlcəzairdir. İnanıram. Açılacaq yoxsa qalacaq? Qalacaq, Kongo açılacaq. Kongo açılacaq. Niyə belə şey Mən- əminlik gəldi sizə? Birdən-birə. Altıncı hissiniz. O gəlirsə deməli nəsə hiss edirsiniz də. Deməli hardasa şuraltı aktivləşmə baş verdi. Nəysə hansısa rəfdən hansı kitabı götürdü açdı sizin üçün. Əlcəzair. Çıxardın, görün nə var orada elə. Bəli, Afrika ərazisində ən böyük dövlət Əlcəzairdir. Əlcəzairdir. Doğru cavabıydı. Siz 5-ci mərhələyə keçirsiniz. Bağışlayın, daha deyə bilmirəm sizə ki, pullarınızı yığın bura artıq. Cəmsi bir bağlama, yəni 40 bağlamamızdan Biri qalıb. cəmsi bir bağlama qalıb dostlar. Çox vaxt bir bağlama çox böyük uğurlara aparır insanı. Bəli.
5-ci mərhələ 4 cavab versiyası deyil artıq, 3 cavab versiyası ibarətdir. Yəni burada cəmsi 2 cavab lükundan istifadəli variantları istifadə edə bilərsiniz. Biri boş qalmalıdır. Diqqət, 5-ci mərhələnin biraz da daha həyəcanlandıran Həyəcan mövzuları. pik nöqtəsi başlayır. Muzeylər, ilklər. Muzeylər fikirləşmirəm, ilkləri bəlkə. Muzeylər, məlumatımız Muzeylər. olmayan, məsələn, Louvre muzeyi kimi 2 hissə yerdə var imiş, bilmədiyimiz şeylər ola bilər. Ona İlklər görə- bəlkə hər ikimizin, Bəlkə də bir ikimizdən birinin xatırladığı nəsə ola ola bilər. İlklər. İlklər. İlklər təsdiqləndi. Diqqət cavablar. A variantı Əmir Xosrov Dəhləvi. B variantı Əlişir Nəvai. Və nəhayət C variantı Əbdürrəhman Cami. Diqqət. Sual. Şərqdə türk dilində ilk xəmsə yazan kim olub? Əmir Xosrov, Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami. Bax, Əlişir Getdi. Nəvainin Nə hər düşünürsün? üçünün xəmsəsi var. Hər Ədəbiyyat. üçünün xəmsəsi İlk var. yazan. Əmir Xosrov Dəhləvi mənə elə gəlir ki, daha çox fars dilində yazıb. Əlişir Nəvai, Əbdürrəhman İlk dilində Cami. yazan. Aha. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami. Nəvaini fikirləşirəm. Əbdürrəhman 36. Cami. Əbdürrəhman Caminin ümumiyyətlə xəmsə yazmağı Əlişir barədə bir Nəvai. məlumatım var. Mən Əlişir Nəvai nəsə çağrışdırır. Mən də Əlişir Nəvaini fikirləşirəm. Çünki Əmir Xosrov Dəhləvinin xəmsəsi varsa da, yəni fars dilində yazıb o. Əbdürrəhman Caminin də xəmsə yazmağı barəsində bir məlumatım yoxdur. 30 saniyə də var. 30 saniyəni götürün. Məncə ehtiyac yoxdur. Türk dilində yəqin ki, Əlişir 30 saniyə Nəvai. götür, necə düşünürəm? sizə 36-cı isti-isti təndirdən çıxan 30 saniyə təklif edirəm. Ehtiyac Düşünməyə varmı? ehtiyacınız varmı nəyəsə? Məncə yoxdur. Məncə yoxdur. Fikirləşmək İmtina edildi, istəyirsənsə- 30 saniyəyə ehtiyac yoxdur. Əlişir Nəvai düşünürlər ki, bu cavab doğru cavabdır və ora 2500 manat pul qoyublar. Mən isə iştirakçılarımızdan pula yaxınlaşmağı təklif edirəm. Əlişir Nəvai. Əmir Xosrov Dəhləvini daha çox mən fars dilli yazıcı kimi, fars dilli yazar kimi xatırlayıram nədəndirsə. Əbdürrəhman Caminin də xəmsəsinin olub-olmamağı. Əbdürrəhman Cami xəmsə. Bizdə evdə əslində çox söhbət gedir bu barədə. Anam dil ədəbiyyat müəlliməsidir. Yadıma sala bilmirəm hansı idi. Ümidvaram məyus etmərəm onu. Məsuliyyət 2 qat artır. Ümidvaram məyus etmərəm anamı. Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi. Əlişir Nəvai. Əslində yaşam illərindən də çıxmaq olardı. Əlişir Nəvai İlk 14 xəmsə nə vaxt yazılıb, ondan yaşam. Əlişir Nəvai 14-15-ci əsrlər səhv eləmirəmsə Əlişir Nəvainin yaşadığı illər. Özbək şairi. Türk dili desə Nəvaidən başqa heç bir variant gəlmir ağlıma. Əmir Xosrov Dəhləvini fikirləşir. Bəli, bu Əmir Xosrov Dəhləvi deyil. Bu Əlişir Nəvaidir ya da Əbdürrəhman Cami. Camidir. Bir də fikirləşdiyim kimi Əbdürrəhman Caminin xəmsə yazması barəsində heç bir məlumatı yadıma sala bilmirəm. Əlişir Nəvai.
Özbək İlk şairi. yazmış olmalıdır. Türk dilində yazan İşte ilk olmalıdır. ilk Türk dilində yazan Şərqdə Nəvainin xəmsəsi var. Bu 100% bilirəm onu. və Şərqdə yaşayır. Bəli. Əlişir Nəvai 2500 manatla dostlar biz 6-cı mərhələyə keçirik. Sağ olun, yanlış olmaması. Təbrik Bravo edirəm oldu. sizi. Bu suala 18. görə Qədir müəllimə bir zərbə dəyəcəkdisə, ikinci bir zərbə mənə də dəyə bilərdi. Niyə? Yoldaşım dil ədəbiyyat müəllimi. Salam əleykum. Ona görə bu sualı mən İkiniz də evə baş aşağı 2 almış məktəb uşağı kimi İkimiz də gedəcəydiniz. rahat gedirik mən. Yox. Artıq rahat adı anlaşıq və qürurla edə bilərsiniz ki, bu Bəli. mərhələni atlatdıq. Amma indi bilmək olmaz nə gələcək qarşımıza çıxacaq. Biz 6-cı mərhələdəyik. 6-cı mərhələ son mərhələdir ki, mən sizə 30 saniyəni təklif edəcəm. Ondan sonra artıq məndən belə şey gözləməyin. Oldu. Biz 3 cavab versiyasındayıq. Heç nə də keçək mövzulara. Diqqət mövzular. Mədəniyyət, janrlar. Janr, nə janr? Mədəniyyət nəsə istəyirəm. daha şirin gəlir. Aha. Janr. Janrlar. Janr. Yox, bilməyəcəm. Mən də Muğam biraz- falan, musiqi düşsə bəlkə siz bilərsiniz, amma mədəniyyət. 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 Mədəniyyət təsdiqləndi. Diqqət, Janr. cavablar. Kojiki A variantı. B variantı. Honda. Və nəhayət C variantı Ikebana. Diqqət, sual. Yapon mədəniyyətinin dövrümüzə gəlib çatan ilk nümunəsi hansıdır? Kojiki'dir nümunəsi, Hondo'dur, yoxsa Ikebana'dır? Vaxt getdi. Ikigai'dən Ikebana. Ikebana, Kojiki. Kojiki, Hondo. Kojiki. Dostlar, vaxt Yapon gedir. mədəniyyətindən. Nədir ümumiyyətlə? Yapon mədəniyyətindən Heç bir versiyon yoxdur onunla bağlı. Ikebana mı, Kojiki mi? Hondo. Ikebana hansı bir məntiqdən gəlirsən ora? Honda nəsə ağlıma gəlmir mənim də. Ya Kojiki'dir, ya Ikebana olacaq. Amma Yaponlar Kojiki Ikigai fəlsəfəsinə fikirləşirəm. Bəlkə onlardan fəlsəfədən mədəniyyətə mi? Aha, mədəniyyətə. 30 saniyəmiz var. Ikebana. Sizə nə yaxın gəlir? Ikebana. Nə eşitmişik? Nə eşitmişik o tərəfdən? 30 saniyəni. Sizə 30 saniyəni təklif edirəm. Götürürsüz, yoxsa yox? Götürək. Fikirləş. 30 saniyə getdi. Honda nəsə assosiasiya eləyir mi? Honda maşınla. ilk, hə, yəni İki, Honda, baxın da- o iki Honda ola bilər. ilk var versiyadan çəkmədi nəsə məni. Aha. Ya Kojiki amma Kojiki. Honda-da Yaponlardan gəlməz yəqin ki. Kojiki Ikebana. İkisindən biridir. Qalsın Ikebana'da. Tamam. Qalsın. Kojiki Honda deyil. Honda'dan Kojiki inanmıram. mədəniyyəti. Ikebana. Siz 30 saniyəni istifadə etmədiniz. Sadəcə sonuncu sual idi. Müzakirə etməyə. Heç nə, sizə uğurlar arzulayıram. Yaxınlaşın pulunuza. Təşəkkürlər. Yapon mədəniyyətinin dövrümüzə gəlib çatan ilk nümunəsi. Ikebana. Yəni 3 cavab versiyasının heç biri barəsində bir fikrim yoxdur. Yaponiya. Üçü də gəlib çatmış ola bilər. Amma ilk Nümunələr. çatan. Amma hə, ilk çatmalıdır. ilk çatan. O haqda da sadəcə məntiq də yürütmək olmur. Kojiki, Honda, Ikebana. Sadəcə sualların aldadıcı olmasını nəzərə alaraq iki ola bilər ki, Ikebana. Kojiki. Yox. Pul götürmə şansımız 18-də 1-dir.
3'də 1, 3'də 1, 2'də 1. Honda Kojiki. Kebana. Honda. Yəqin ki, bunlardan biri açılacaq. Honda. Honda. Honda'nı əvvəldən deyirdim ki, mən Honda deyil. Honda yanlıştır. Ola bilər o ya nədir? Kojiki'dir ya Ikebanadır. Aha. Mədəniyyət nümunəsi. Bu mədəniyyət nümunəsi nə ola bilər? Kənd nədir? Əşyadır nədir? Mədəniyyət nümunəsi. Heç bir fikrim yoxdur. Fikir olaraq heç bir fikrim yoxdur. Mədəniyyət bizə düşərli olacaq. Yoxsa janrların olmalıydı. Kebana, Kojiki. Ikigai-idi da o. Əfsuslar olsun. Kojiki Yapon abidəsidir. Mükəmməl. 7-ci, 6-cı əsrdən öncədən yaranmış və qədim yazılar üstündə olan çox tarixi bir abidədir, yazılı abidədir. Heç bunu bilmədik, amma bugün çox şey Öyrənmiş yadda olduq. saxladıq və Bəli. bildik ki, Kojiki nədir? Bəli. Bildik ki, basketbol bizə necə problem yarada bilər. Bəli. Sizə uğurlar arzulayıram. Çox Təşəkkür maraqlı ederim. Çox sağ iştirakçı olun. Çox idiniz. sağ olun. Çox Təşəkkür gözəl iştirak edirəm. elədiniz. Çox sağ Bütün olun. dostlarla bir yerdə sizə alqışlayırıq Çox sağ olun. və sizə Təşəkkür uğurlar ederim. Çox sağ olun. arzulayırıq. Sağ olun. Sağ olun. Bəli, bugün oyunumuz belə başa çatdı. Dostlarımız yanlış cavablarda böyük bir məbləğ itirdilər. Sonra isə biraz çox da ümidli deyil idilər. İnamlı olsaydılar bəlkə axıracan gedərdilər. Biz onlara həyatda uğurlar arzulayırıq. Sizinlə isə gələn həftə mütləq görüşəcəyik. Hələlik.